Salam əziz şagirdlər və müəllimlər. Bugün maraqlı integral sualının həllini sizlərlə bölüşəcəm. Eləsə keçid edək sualın həllinə. Deməli bizə bir maraqlı integral verib. İntegral sürətdə yazılıb. Y üstü 2x minus y üstü x plus 1 dx. Məxrəcdə isə y üstü x sinus x plus kosinus x. Vuraq y üstü x kosinus x sağ sinus x. Aha. Biz burada məxrəcdə verilən ifadələrə ayrı-ayrı funksiyalar kimi baxaq. Gəlin deməli y üstü x sinus x üstə gələk kosinus x. Buna bir fx funksiyası deyək. Y üstü x kosinus x minus sinus x-ə də bir jx funksiyası deyək. Bu funksiyalarla və onların törəmələri ilə maraqlı bir əlaqə quraq. Yəni onlar arasında bir əlaqə qurmağa çalışaq. Deməli, əgər mən belə bir ifadə yazsam ki fx vuraq jx-in törəməsi çıxaq jx vuraq fx-in törəməsi. Bunu vurub açaq. Görək nə alınacaq. Deməli, fx-i yerinə qoyacam nə? Y üstü x sinus x üstə gələk kosinus x. Aha. J prime x, yəni jx-in törəməsi. Jx-in törəməsi nədir? Y üstü x kosinus x-ə bir hasilin törəməsi kimi baxacam. Y üstü x-in törəməsi y üstü x kosinus x. Çıxaq y üstü x sinus x. Bu sinus x hardan gəldi? Kosinusun törəməsidir. Çıxaq, deməli, sinus x-in törəməsi də kosinus x-dir. Bu belə qalsın. Çıxaq. Deməli, jx çıxaq sinus x vuraq fx-in törəməsi. Y üstü x sinus x hasilin törəməsi kimi baxıram yəni də bu. Deməli, üstə gələk y üstü x kosinus x. Kosinus x-in də törəməsi mənfi sinus. Deməli, çıxaq sinus x. Aha. İndi bunu vurub açaq. Deməli, y üstü x sinus x-i vuraq y üstü x kosinus x-i. Olacaq y üstü 2x kosinus x sinus x. Çıxaq y üstü 2x sinus kvadrat x. Çıxaq y üstü x sinus x kosinus x. Sonra keçək ikinciyə. Deməli, üstə gələk. Y üstü x kosinus kvadratı x. Çıxaq y üstü x sinus x kosinus x. Çıxaq kosinus kvadratı x. İndi ikinci mötərizəni açaq. Bunu başqa rənglə yazaq ki, qarışmaz. Deməli, çıxaq. Yenə də olacaq y üstü 2x sinus x kosinus x. Sonra y üstü deməli plus yox. Yenə də minus y üstü 2x kosinus kvadratı x. Bu mənfilər mötərizənin çölündəki mənfilər təsir edir içəri. Deməli, üstə gələk y üstü x kosinus x sinus x. Sonra keçək ikincini vuraq. Üstə gələk y üstü x sinus kvadratı x. Çıxaq. Yox, yenə də üstə gələk. Çıxma müsbət edir. Üstə gələk y üstü x kosinus x vuraq sinus x. Bir də çıxaq sinus kvadratı x. Aha, baxaq. Görək nə islah gedir, nə islah getmir. Deməli, bunlar görürük ki, əvəzdən islah gedirlər. Sonra y üstü x sinus x kosinus x-lə bu da islah gedir. Başqa nə qalır? Başqa qalır deməli, y üstü x sinus x kosinus x-lə bu da islah gedir. Yerdə nə qalır? Yerdə qalır deməli. Mənfi y üstü 2x sinus kvadratı x. Bunu mötərizə xaricə çıxartsam, içəridə qalacaq deməli, üstə gələk kosinus kvadratı x. Aha. Deməli, bu belə. Sonra, mən y üstü x-i çıxartsam, mənfi y üstü x-i çıxartsam, daha doğrusu, y üstü x-i çıxartsam, qalacaq deməli. Haradadır y üstü x-lərimiz bizim? Kosinus kvadratı x buradadır. Bir də sinus kvadratı x də buradadır. Burada müsbət çıxartmalıyıq deməli. Olacaq sinus kvadratı x plus kosinus kvadratı x.
Çıxaq, mənfini çıxartsam ki, olacaq sinus kvadratı x üstə gələk kosinus kvadratı x. Aha. Deməli, burada nə qaldı? Görək ki, bu mötərizələrin içi eynilikdir, 1-ə gedir. Hamısı 1-dir bunların. Deməli, mənfi y üstü 2x üstə gələk y üstü x çıxaq 1. Mən bu ifadədə mənfini mötərizə xaricinə çıxartsam, olacaq y üstü 2x çıxaq y üstü x plus 1. Mənə nə verdi bu? Sürətdəki həmən ifadəni, integral altındakı ifadəni verdi. Deməli, mən fx bu ifadəni yazsam, yəni fx vuraq j prime x çıxaq jx vuraq f ştrix x, mənə sürətdəki ifadənin mənfisini verəcək. Bu mənim işimə yaradı. Deməli, yazaq. Bu qalsın burada. İndi nə yazacağım mən integralın yerinə? Deməli, mənfi atacağım qarşıya əvvəlcə. Niyə görə? Çünki mənfisini alındı həmən integral. Mənfi atmaq olar və yaxud da belə də yazmaq olar. Deməli, integralı yenidən yazaq. Belə də yazmaq olar integralı. Yuxarıda nə yazacağam? Mən fx vuraq j ştrix x çıxaq jx vuraq f ştrix x yazanda mənfisini alıram. Deməli, bunun əksini yazsam mən müsbət alacağam. Ya ona görə yazıram jx vuraq f ştrix x çıxaq fx vuraq j ştrix x. Aha. Məxrəcdə nə qalacaq deməli? Burada təbii ki dx-imiz də var. Məxrəcdə də qalacaq deməli fx vuraq jx. Fx vuraq jx. Aha. Bərabərdir. İntegral qalsın. Gəlin bunları biz bu kəsri parçalayaq. Yəni ayrı-ayrı integrallar şəklində yazaq. Çıxaq integral fx j ştrix x dx vuraq fx vuraq jx. Burada fx'lər ixtisar gedir. Burada da jx'lər ixtisar gedir. Deməli, nə qaldı bizdə yerdə? İntegral altında f ştrix x dx bölək fx. Çıxaq j prime x dx bölək jx. Bərabərdir. Mən bu f ştrix x dx-in yerinə bu fx-i diferensial altına sala bilərəm. Deməli, olacaq nə? dfx bölək fx çıxaq həmçinin jx-i də. djx bölək jx bərabərdir. Bu olacaq nə? Elə bil dx bölək x-in törəməsi kimi baxmalıyıq. fx-in yerinə x durub elə bil. Deməli, olacaq ln fx çıxaq ln jx plus c. Burada loqaritm xassəsini istifadə edək. Yazaq. Çıxmanı veririk ki, biz nisbət kimi yaza bilərik. ln fx bölək jx plus c. fx və jx-in yerinə nə qoymuşduqsa yazaq, olacaq. ln buranı biraz silək. Aha. Olsun nə deməli? ln fx-in yenə nə durmuşdu? Yuxarıda. Y üstü x sinus x plus kosinus x. Y üstü x sinus x üstə gələk kosinus x. Bölək, məxrəcdə nə durmuşdu? Y üstü x kosinus x çıxaq sinus x. Burada bağlandı. Üstə gələk c. Və bizim yekun integralımızın cavabı budur. Məncə maraqlı integral idi. Növbəti günlərdə daha maraqlılarını çəkmək ümidi ilə. Özünüzə yaxşı baxın, sağ olun.